İqtisadi zonada hörmətli tamaşaçılar, özünü məşğulluq proqramının əhatə dairəsi genişlənir. Artıq Qarabağ və Şərqi Zəngəzurda, yəni işğaldan azad edilən ərazilərdə bu proqrama qoşularaq özünə iş quran insanların sayı da artır. Digər tərəfdən iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyasətdə yeni istiqamətlər də əlavə olunur. Bəs bu proqramdan kimlər faydalana bilər? Şərtlər və tələblərlə bağlı ən son yeniliklər nədən ibarətdir? Vətəndaşları maraqlandıran sualları Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ülvi Abbasquliyevə ünvanlayacaq. Ülvi müəllim, axşamınız xeyirli olsun, xoş gəlmişsiniz. Axşamınız xeyir, xoş gördük. Söhbətimizə elə istəyərdik ki, Qarabağdan başlayaq. Təbii ki, bu ərazilərimizə, işğaldan azad olunan ərazilərə köç davam edir və hətta demək olar ki, daha da sürətlənib. Və təbii olaraq insanların bu ərazilərdə məşğulluq, işlə təminatı məsələsi də gündəmdədir. Özünü məşğulluq proqramı bu işə, Qarabağdakı məşğulluq məsələlərinə öz töhfəsini necə verir bu gün? Bu günləri Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi mərhələli şəkildə davam etdirilir və bu prosesdə təbii ki, məşğulluğun, həmin şəxslərin məşğulluğunun təmin olunması da prioritet məsələlərdən biridir. Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olmuş ərazilərdə keçmiş məcburi köçkünlərə yönəlik bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir ki, onlardan da ən mühümlərindən biri belə deyək, özü məşğulluq proqramıdır. Misal üçün qeyd edeyim ki, proqram başlandığı dövrdən indiyədək təxminən 800-dən artıq keçmiş məcburi köçkün bu proqramdan yararlanmışdır. Yəni, proqram çərçivəsində, özü məşğulluq proqramı çərçivəsində keçmiş məcburi köçkünlərimizə aktivlər, yəni müxtəlif fəaliyyət sahələri üzrə istehsal, xidmət və eyni zamanda da kənd təsərrüfatı sahəsi üzrə müxtəlif aktivlər, avadanlıqlar təqdim edilmişdir ki, həmin bizim vətəndaşlarımız öz kiçik xırda təsərrüfatlarını yaratsınlar, kiçik bizneslərini qursunlar və nəticə etibarilə də öz məşğulluqlarını təmin etmiş olsunlar və beləliklə də götürsək özə məşğulluq proqramı, yəni məhz bu ərazilərdə, işğaldan azalmış ərazilərdə vətəndaşlarımızın sosial rifahının yüksəlməsinə bir təkan verir. Əsas etibarilə həm də onların məşğulluğunun təmin olunması təmin edilir ki, bu da dayanıqlı məskunlaşmanın əsas amillərindən biri hesab etmək olar. Aydındır. Ülvi müəllim, bəs proses necə gedir? Misal üçün, köçə hazırlaşan ailələr özləri bu barədə sizə öncədən məlumat verməlidirlərmi? Və verməlidirlərsə hansı sənədlərlə necə müraciət etməlidirlər? Bu proses necə həyata keçirilir? Onunla bağlı istərdik məlumat verəsiniz. Bəli, proses qeyd edeyim ki, yəni istər keçmiş məcburi köçkünlər həmin ərazilərə köçdən öncə, istərsə də köç etdikdən sonra proqrama qoşulma ilə, cəlb olma ilə bağlı müraciət edə bilərlər. Hər iki halda, həm öncə, həm sonra. Öncədən məsləhət olardı ki, öncədən onlar müraciət etsinlər ki, həmin müddətdə, yəni artıq köç edənə qədər onlarla müəyyən işlər aparıla bilsin. Yəni şərt deyil ki, şəxslər artıq köçəndən sonra müraciət etsinlər. Yəni öncədən faktiki yaşadıqları, ölkədə yaşadıqları hər ərazi üzrə, əraziyə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına, xidmət şöbələrinə və yaxud da ki, uyğun dost mərkəzlərinə müraciət etməklə proqrama cəlb olunmaq üçün qeydiyyatdan keçə bilərlər. Yəni, proses çox şəffaf və rahat şəkildə aparılır. Tələb olunan, deyək ki, sənədlər şəxsiyyət vəsiqəsidir. Yəni, şəxs sadəcə şəxsiyyət vəsiqəsini götürməklə. Təbii ki, bir sıra tələblər də bəlkə ola bilsin, növbəti müzakirəmiz əsnasında biz o tələblərə də qayıdacağıq ki, həmin tələblər təmin olunarsa, həmin şəxslərin qeydiyyatı təmin edilir özə məşğulluq proqramına və köçdən sonraki mərhələdə artıq şəxslər əraziyə köç etdikdən sonra artıq onlar proqram çərçivəsində əmlaklarla, avadanlıqlarla təmin olunurlar. Aydındır. Bəs iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyasətində ən son dövrdə hansı istiqamətlər əlavə olunub və hazırda vətəndaşlar hansı istiqamətlər üzrə daha çox müraciət edə bilərlər? Ümumiyyətlə, bu maraq prosesi, insanlardakı maraq hansı dərəcədədir, hansı formadır və daha çox hansı sahələrə meyillənirlər? Bəlkə özə məşğulluq proqramı çərçivəsində tərəfimizdən vətəndaşlara istehsal xidmət istiqaməti üzrə 28 zərf və kənd təsərrüfatı istiqaməti üzrə də 4 zərf təklif olunur ki, hər bir zərfin tərkibində olan əmlaklar vətəndaşlara onların seçdiyi istiqamətə uyğun olaraq təqdim olunur. Yəni, hal-hazırda bu zərflərimizin sayı 32-dir, qeyd etdiyim kimi. Təbii ki, zaman-zaman tərəfimizdən əmək bazarının tələbi nəzərə alınmaqla, prioritet iqtisadi sahələr, yerli şəraiti nəzərə alınmaqla bu zərflərin tərkibi təkmilləşdirilir. Yeni zərflər
bazarın tələbinə əsasən yeni zərflər bu zərflər siyahısına əlavə olunur. Məsələn, qeyd edim ki, ötən il 2025-ci il ərzində təxminən 5 yeni zərfimiz bu zərflər siyahısına əlavə olmuşdur ki, məsəl üçün bunlardan qəssab dükanı, kötançılıq, avtomobil sənayesi üzrə özünə xidmət avtoyuma və s. yeni zərflər əlavə edilmişdir. Bəs aktivlər təqdim edirsiniz. Aktivlərin təqdim edilməsindən sonra bu sahənin fəaliyyətinin ümumiyyətlə monitorinqi necə həyata keçirilir? Necə qiymətləndirilir və hansı halda bu, belə deyək də, aktivlərin alınması məsələsi də bildiyim qədərilə həyata keçirilir? Proses necə həyata keçirilir? Ondan bağlı istəyirəm. Bəli, aktivlər istər kənd təsərrüfatı, istər istehsal xidmət istiqaməti üzrə təqdim olunan bu aktivlər öncə bir il müddətinə vətəndaşın, şəxsin istifadəsinə verilir. Yəni, bir il sonunda artıq, yəni həmin bir il müddətində də ən azı 2 dəfə bizim əməkdaşlarımız tərəfindən aktiv verdiyimiz şəxslərin hardakı fəaliyyəti var, o yerlərə monitorinq olunur, səfərlər təşkil olunur. Monitorinqdə mahiyyəti, məqsədi nədən ibarətdir? Müəyyən edək ki, həmin şəxs doğrudan da həmin aktivlərdən təyinatı üzrə istifadə edirmi? Hər hansı bir kənarlaşma yoxdur. Hər hansı kənarlaşma yoxdur. Deyək ki, kimsə üçüncü şəxslərə veribmi, satıbmı və s. bu hallar varmı, yoxmu? Və eyni zamanda nəticə etibarilə həmin şəxs öz biznesini qurub və təyinatına uyğun aktivləri istifadə etməklə biznes fəaliyyətini həyata keçirir. Əgər bu şərtlər ödənilirsə, deyək ki, aktivlər verildikdən 6 ay sonra bir dəfə monitorinq olunur və son olaraq da müqavilə müddətinin sonunda, yəni bir ilin sonunda şəxs təkrar yekun olaraq monitorinq edilir və həmin monitorinqin nəticəsinə uyğun olaraq da dediyim bu hallar əgər tərəfimizdə müəyyən olunarsa ki, doğrudan da təyinatına uyğun istifadə və yaxud da biznes plana uyğun istifadə faktı aşkarlanarsa, o zaman artıq həmin avadanlıqlar, əmlaklar şəxslərin mülkiyyətinə verilir. Və sadaladığınız hallar aşkarlanarsa, onda aktivlərin aqibəti necə olur? Əgər hər hansı nöqsan aşkarlanarsa, yəni qanunvericilikdə də bu məsələ tənzimlənmişdir ki, əgər avadanlıq deyək satılıbsa, digər şəxslərin istifadəsinə verilibsə, bu halda bu nöqsanlı hal olaraq tərəfimizdən vətəndaşlar müvafiq bildirişlər göndərilir ki, həmin avadanlıqların deyək ki, təyinatına uyğun istifadəsini təmin etsin və yaxud da dəymiş ziyanın əvəzini Dövlət Məşğulluq Agentliyinə ödəsin. Yəni, bu hallarda təəssüflər olsun ki, bəzən belə hallarda olur və biz qanunvericinin tələbindən çıxış edərək vətəndaşa qarşı artıq məhkəmələrdə əgər vətəndaş tərəfindən könüllü olaraq əmlak geri qaytarılmazsa və yaxud da təyinatına üzünsüz səbəbdən istifadə təmin edilməzsə, o zaman artıq məhkəmələrdə iddialar qaldırılır ki, və dəymiş deyək ki, ziyanın əvəzi naturada Dövlət Məşğulluq Agentliyinə geri ödənilsin. Üzr istəyirəm, suallarımızı bir qədər ümumiləşdirsək, ümumiyyətlə kimlər özünü məşğulluq proqramına müraciət edə bilərlər? Buna kimin hüququ var, kimin isə hüququ yoxdur? Əsas şərtlərdən biri, yəni proqrama müraciət edən şəxsin işsiz və yaxud da mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şaxtaran şəxs statusu əldə etməsidir. Yəni, bu statusları əldə etmək üçün şəxs, qeyd etdiyim bayaq ki, sualın cavabı olaraq, şəxs Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına, yəni regional məşğulluq filiallarına və dost mərkəzlərinə müraciət edirlər. Müraciət etdikdən sonra həmin şəxslə bizim karyera məsləhətçiləri tərəfindən məşğulluq imkanlarının qiymətləndirilməsi prosesi aparılır və bu proses çərçivəsində, nəticəsində də həmin hər bir şəxsə yönəlik fərdi məşğulluq proqramı tərtib olunur. Hər bir şəxs belə deyək, uyğun olmaya da bilər proqrama. Və bizim məqsədimiz həmin şəxsə, əgər o proqram şərtlərinə cavab verirsə və fərdi məşğulluq proqramında artıq özü məşğulluq proqramı əks olunubsa, artıq həmin şəxslə proqrama cəlb olunması istiqamətində növbəti addımlar atılır ki, onlardan da növbəti addım ilkin monitorinqdir ki, şəxsin şəraiti, maddi məişət şəraiti, maddi rifahının yoxlanılması məqsədi ilə onun ünvanına baxış keçirilir və nəticə olaraq da bir aktla rəsmiləşdirilir ki, doğrudan da həmin şəxs proqrama cəlb olunmaq üçün şəraiti uyğundur. Və növbəti mərhələ isə artıq təlimlər mərhələsidir ki, həmin şəxs artıq əgər ilkin monitorinqin belə deyək, nəticəsi müsbət olarsa, şəxs növbəti mərhələyə keçir. Yəni, növbəti mərhələdə həmin şəxsə təlimlərin keçirilməsindən ibarətdir. Yəni, təlimlər bitdikdən sonra isə
komissiya tərəfindən, müvafiq komissiya tərəfindən həmin vətəndaşın qiymətləndirilməsi keçirilir. Onun da nəticəsi əgər müsbət olarsa, yekun olarsa və həmin şəxsin proqrama cəlb edilməsi ilə bağlı qərar qəbul edilir. Bizim əlavə digər tədbirlərimiz də var ki, artıq öz biznesini quran şəxslərə gələcək fəaliyyətlərini daha da genişləndirmək üçün əlavə dəstək mexanizmlərimiz, layihələrimiz də var ki, yəni bugünün iş axtaranı artıq sabahın proqram çərçivəsində işə götürənə çevrilir ki, bu da təbii ki, bizim üçün sevindirici haldır. Bəli. Çox təşəkkür edirik, minnətdarıq. Sizə uğurlar arzulayırıq və sizinlə sağollaşırıq Elnur müəllim. Mən də təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir.